Mənim əzizlərim, salam. Eman mətbəxinə xoş gəlmisiniz. Bugünkü videoda çox ləzzətli, dadlı, faydalı salat hazırladım. Qızarmış soğanla və yaşıl noxudla. Tərəvəzləri təmiz yuyuram və qoyuram bişməyə. Çalışın tərəvəzləri çox bişirməyin, əks halda əziləcək. Və baxın, tərəvəzləri bişirirəm və təmiz soyuduram. Bu şərtdir. Tərəvəzlərin tərkibində olan nişasta soyandan sonra təmiz yığılır və salatda tərəvəzlər doğrananda bax bu cür gözəl və rahat olur. Tərəvəzləri bişirib hazır eləməyin ikinci üsulu da var. Çiğ tərəvəzləri doğrayırsınız, yığırsınız falqanın arasına, biraz yağ əlavə edirsiniz, biraz duz əlavə edirsiniz və sobada 180 dərəcədə yumşalana qədər hazır edirsiniz. Bu salatda noxud olacaq deyənə bütün tərəvəzlər noxud ölçüsündə doğranılır. Fikirləşə bilərsiniz ki, da bu vinigretdir də. Xeyr, vinigretdə qırmızı lobya istifadə olunur. Bu salatda isə yaşıl noxud istifadə olunur və ağ soğan mütləq yağda qızarmalıdır. Hamı salatı öz üsulu ilə özünə necə rahatdır doğrayır. Mənə də bax bu cür rahatdır deyənə mən bu cür doğrayıram. Ərzaqların qədərin, ədədlə və çəki ilə videonun altında hamısını yazmışam. Ümumiyyətlə salat hazırlayanda çalışın tərəvəz alanda balaca tərəvəz almayın. Niçin ki siz tərəvəzləri bişirib soyanda o itkiyə gedir. Onun üçün də fikir verdiyiniz kimi resepti yazanda yazıram. Kartof iri, kök iri. Burada itkisi çox minimal dərəcədədir. Yeganə çuğundurdur ki, onu alanda orta ölçüdə alıram. Niçin ki, orta ölçüdə çoğundur, rəngi tünd olur, gözəl olur. Əgər hazırladığınız salatın reseptində duzlu xiyar varsa, çalışın həqiqətən də duzlu xiyar olsun. Əgər duzlu xiyarın tərkibində üzüm sirkəsi, esensiya varsa, deməli, sizin salatınızın ehtimalı var ki, qıcıqıracaq. Doğranmış xiyarı ya axşamdan doğrayıb mətbəx kağızın üstündə saxlayın və yaxud da ki, videoda gördüyünüz kimi bu vacibdir. Ona görə ki, duzlu xiyarın tərkibi çox suludur. Bunu mütləq etmək lazımdır. Əks halda salatınız 1-2 gün qalandan sonra fikir verəcəksiniz ki, salatınız artıq su buraxıb. Növbə gəldi malakam kələminə, ağ kələm. Bax, görürsünüz ki, uzun sovdur və mən onu belə bir 3-4 yerə bölürəm ki, doğranmış ərzaqlarla eyni ölçüdə olsun. Doğranmış ərzaqları bax bu cür layla yığıram. İndi isə yuyulmuş, suyu çəkilmiş cəfərini xırda-xırda doğrayıram. Bu salatda fərqlilik. Bu salatın soğanı mütləq yağda qızarmalıdır və lobyanın əvəzinə noxud əlavə edirəm. Soğan mütləq xırda doğranmalıdır.
Doğranmış soğanın üstünə qarğıdalı yağı əlavə edirəm. Kim ki qarğıdalı yağını xoşlamır, günəbaxan yağından da istifadə edə bilər. Soğan qızılı rəngə düşənə qədər yağda qəşəngcə qızardıram. Salatın duzun, istiotun vuranda biraz diqqətli olun ki, çox duzlu olmasın. Ona görə ki, salatın tərkibində duzlu xiyar və kələm var. Noxudu da əlavə edirəm. Artıq soğan da hazırdır və bu salatın bir dənə özəlliyi. Bu yağ soğan isti halda əlavə olunacaq salatın üstünə. İsti soğanı cızıldaya əlavə elədik salatın üstünə, qəşəngcə qarışdırırıq və inanılmaz dadlı bir salat alınır. Qızarmış soğana görə və zərif yaşıl noxuda görə. Salatı yaxşı qarışdırıram. 1-2-3 saat gözləyirəm və artıq salatı servis edirəm. Mətbəx aləmində ən gözəl anlar. Hazırladığımız təamın nəticəsi. Siz bir dənə bu gözəlliyə baxın. Bəh. Dadını isə hazırlayın və biləcəksiniz. Çox dadlıdır. Sizlərə nuş olsun. Dəqiq ölçülər, ləziz taamlar, maraqlı videolar. Kimin kanalında? Elmira Qadirovanın YouTube kanalında.